Salam, hər vaxtınız xeyir olsun. Bu videoda OTK-nın 10-cu siniflər üçün 6 aprel tarixində keçirmiş olduğu buraxılış sınaq imtahanının izahını verəcəm. B variantıdır testimiz. 31-ci sualda deyir ki, çənin dolu hissəsinin həcmi boş hissəsinin həcmindən 4 dəfə çoxdur. Çənin boş qalan hissəsi onun ümumi həcminin hansı hissəsini təşkil edir? Dolu hissəsi, bir də boş hissəsi yazaq. Deməli, dolu hissəsinin həcmi boş hissəsinin həcmindən 4 dəfə çoxdursa, boş hissəsinin həcmindən x desək, dolu hissəsinin həcmi 4x olar. Yəni, ümumilikdə çən 4x üstə gəl x, 5x deməli, su tutur. Çənin boş qalan hissəsi, yəni söhbət x-dan gedir. Onun ümumi həcmini, yəni 5x-in hansı hissəsini təşkil edir? X-i bölürük 5x-a, yəni boş qalan hissənin ümumi hissəyə bölürük. X-lar ixtisar gedir, qalır 5-də 1. Yəni 0,2 hissəsidir. Doğru cavab olur B variantı. Baxaq növbəti 32-yə. Daxilinə çevrə çəkilmiş trapesiyanın oturacaqları 8 və 16-dır. Deməli, trapesiya çəkək. Trapesiyanın daxilinə çevrə çəkilibdir. Oturacaqları 16 və 8-dir. Trapesiyanın perimetrini bizdən soruşur. Deməli, hansı dördbucaqların daxilinə çevrə çəkmək olar? Qarşı tərəflərinin cəmi bir-birinə bərabər olan dördbucaqların deməli, daxilinə çevrə çəkmək mümkündür. Onda, deməli, bu yan hissələrin cəmi nə qədər olur? X plus Y, elə oturacaqların cəminə. Yəni, 24-ə bərabərdir. Perimetrdə bütün tərəflərin cəmidir. Yan tərəflərin cəmi 24, oturacaqların da cəmi 24. 24 üstə gəl 24, doğru cavab olacaq 48C variantı. Baxaq növbəti 33-cü suala. G nöqtəsi ABC düzbucaqlı üçbucağının medianlarının kəsişmə nöqtəsidir. Bax, medianların kəsişmə nöqtəsi, yəni ağırlıq mərkəzidir. AG-yə 5 verib, AB 10-dursa, AC tərəfinin uzunluğunu bizdən soruşur. Deməli, medianların kəsişmə nöqtəsidirsə bu, təpədən başlayaraq 1/2 nisbətində bölünür də, medianlar 2/1 nisbətində bölünür. Yəni, bura 5-dirsə, bura 2,5-dir, yarısıdır onun. Medianı tapdıq, AC tərəfinin uzunluğunu bizdən istəyir. Deməli, medianın uzunluğu düzbucaqlı üçbucaqda, düzbucaq təpəsindən çəkilmiş median hipotenuzu yarı bölür və uzunluğu da, deməli, bunun yarısına bərabər olur. Onda medianımızın uzunluğu 7,5 olduğuna görə bu hissədə 7,5-dir, bu hissədə 7,5-dir. Artıq tapdıq ki, hipotenuzumuz, deməli, 7,5 üstə gəl 7,5, 15-dir. Və AC tərəfini Pifaqor teoreminə əsasən tapa bilərik ki, 15-in kvadratı çıxılsın 10-un kvadratı. Yəni, hipotenuzun kvadratından katetin kvadratını çıxırıq. Bu da eləyir kök altda 110, 125. 125-dən də kök, deməli, belə tam çıxmır. Vuruqlara ayırsaq, deməli, 5 dəfə 25, 5, 5, 5. Yəni 5-in kubu da 5 kök altda 5 olacaq bizim doğru cavabımız D variantı. 34-də kvadrat tənliyinin kökləri x1 və x2 olarsa bu ifadəni bizdən soruşur. Gəlin bunu ortaq məxrəcə gətirək. Ortaq məxrəc x1, x2-dir, yəni hasilidir. Böləndə birinci kəsrin məxrəcinə x2 eləyir. Vururam sürətə x2-yə, eləyir x2-nin kvadratı üstə gəl. x1, x2-ni bölürəm ikinci kəsrin məxrəcinə x1 qalır. x1 də vururam sürətdəki x1-ə olur x1-in kvadratı. Sürəti köməkçi müxtəsər vurma düsturuna əsasən x1 plus x2-nin kvadratı çıx 2x1, x2 kimi yaza bilərik. Bu köməkçi müxtəsər vurma düsturudur. x1-in kvadratı plus x2-nin kvadratını bu şəkildə yaza bilərik. Bizə də tənliyimizi veribdir. X kvadratı plus 6x plus 3 bərabərdir 0. Viet teoreminə əsasən bilirik ki, köklərin cəmi əks işarə ilə B-yə, yəni -6-ya. Kökləri hasili isə C-yə, yəni 3-ə bərabərdir. Yerinə qoyuram. x1 plus x2-nin yerinə -6 qoyuram. -6-nın kvadratı çıx 2 vurulsun. x1, x2 də 3-dür hasili. Bölünsün x1, x2 hasili 3-ə. -6-nın kvadratı eləyir 36. Çıx 2 vur 3, 6 böl 3. 30 da 3-ə böləndə eləyir 10. Tapdıq ki, deməli, bu cavabı, yəni doğru cavab 10-a bərabərdir. Belə, doğru cavab E variantı. Növbəti sual. Növbəti sualımız. Şəkildə ABCD kvadratında kosinus alfanı veribdir. 3 böl kök altda 10 olarsa, tangens bettanı bizdən istəyir. Kvadratdır. Deməli, bu
düzbucaqdır da. Burada bir düzbucaqlı üçbucaq yaranıb bu şəkildə. Düzbucaqlı üçbucaqda iti bucağın kosinusu, deməli qarşıdakı, daha doğrusu bitişik katetin hipotenuzla nisbətinə bərabər olur. Əgər bu 3 kökətdə 10-dursa, deməli bura 3-dür, burada kökətdə 10-a bərabərdir. Pifaqor teoreminə əsasən BY-nin uzunluğunu biz tapa bilərik. Kökətdə 10-un kvadratı çıx 3-ün kvadratı, yəni 10 çıx 9 1. Deməli bu hissə 1-ə bərabərdir. Kvadratdır da, heç bu hissənin ehtiyac yoxdur. Hələ bura 3-dür, kvadratdır da, hər tərəf eynidir. Burada 1-dirsə, burada 2 düşür YA-ya. İndi bu bucağın tangensinə baxırıq. Tangensi düzbucaqlı üçbucaqdır. Bax, söhbət indi bu düzbucaqlı üçbucaqdan gedir. Bu bucağın tangensi, deməli, qarşıdakı katetin bitişik katetə nisbətidir. 2/3-ə bərabərdir. Doğru cavab 3-də 2 C variantı. Baxaq növbəti suala. Deyir, A nöqtəsi OY oxundan 3, OX oxundan 4 vahid məsafədə yerləşir. Gəlin çəkək OY və OX oxunu. Bax, bu şəkildə koordinat sistemi çəkirəm. Bura X, burada Y. Deməli, OY oxundan 3, OX oxundan 4 vahid məsafədə yerləşir. OX oxundan 4 vahid məsafədə, yəni 1, 2, 3, 4. Deyək ki, burada da 3 vahid məsafədədir. Yəni, bu nöqtə ola bilər. OY oxundan 3, OX oxundan 4 vahid məsafədə olan A nöqtəsi. Koordinatlar məsafədə yerləşir və koordinatlarının hasili mənfidir. A, mənfidirsə burada deyil. Onda deməli bu tərəfdədir. Bu tərəfdə olmalıdır ki, koordinatların hasili mənfi eləsin. A nöqtəsi koordinatları -3, 4-dür. Hasili görürsünüz, -12 eləyir. Burada olsaydı 3, 4 olasıydı, hasili müsbət eləyəsiydi. Ona görə bunu götürmürük. Mənfidirsə bu hissəni götürürük. A nöqtəsinin koordinatları aşağıdakilərdən hansı ola bilər? Təbii ki, -3, 4 nöqtəsi. Doğru cavab B variantı. Baxaq növbəti suala. Sinus 30 dərəcə plus alfa vurulsun kosinus alfa. Bax, bu nədir? Bax, sinus buna bir opsidə, belə deyək, bir qamma desək, bu alfadır. Bax, indi baxın, belə bir ifadədə sinus qamma, kosinus alfa çıx. Sinus alfa, kosinus qamma. Bu hansı ifadədir? Sinus qamma çıx alfa açılışıdır da. Onda qammamızın yerində durur 30 plus alfa, çıx alfa. Alfalar gedir və qalır sinus 30 dərəcə. Sinus 30 dərəcədə də alır 2-də 1. Doğru cavab C variantı. Baxaq növbəti suala. Çoxluqları üçün birləşməni təyin eləməliyik. Deməli, A çoxluğu, A mənfi sonsuzluqda -2-yə kimi qiymətlər alır. Bax, belə. B isə -2-ni alır burada. B isə -3-dən, -3 buradadır da, müsbət sonsuzluğa kimi belə gedir. -3-ü almır amma. Bizdən birləşməsini istəyir. Birləşməsini istəyirsə, elə mənfi sonsuzluq birləşmə istəyir də, elə mənfi sonsuzluqdan -2-yə kimi budur. -3-dən də mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq da, onda bütün hamısı ədəd oxudur burada. Doğru cavab D variantı. Bizdən kəsişmə istəmir də, birləşmə istəyir. Sonra növbəti 39. A, B və C natural ədədləri üçün A/B 3/2-dir. B/C. Bax, A/B 3/2-dir. B/C 3/4 nisbətində olarsa A plus B plus C cəminin ən kiçik qiymətini tapın. Bax, uyğun yerdə duranlara baxırıq. Bax, hər ikisində olan nədir? B-dir. B-nin qarşısında duran bu rəqəm hər ikisində eyni olmalıdır. Görürsünüz, birində 2-dir, birində 3-dür. Eyniləşdirməliyik bunu. 2 ilə 3-ü neçəyə gətirə bilərik? 6-ya. Onda bunu 3-ə vururam. Bunu 3-ə vururamsa, bunu da 3-ə vururam. Bunu 6-ya gətirmək üçün 2-yə vururam. Bunu 2-yə vururamsa, bunu da 2-yə vururam. Artıq K-larla ifadə edə bilərik. Artıq A 9K-dır. Göründüyü kimi. B 6K-dır. C isə uyğun yerdə duran rəqəmə görə 8K-dır. Bizdən bunun cəmini istəyir. Toplayaq. 9K, 6K eləyir 15K, üstünə 8K, 23K. Ən kiçik qiymətini istəyirsə, K-ya ən kiçik neçə verə bilərik? Burada 1. 23 vurulsun 1. Doğru cavab 23-dür. B variantı. Baxaq növbəti suala.
ifadəsini sadələşdirin. Ortaq məxrəcə gətirirəm. Kök altı 3 çıx 1, kök altı 3 plus 1. Bölürəm birinci kəsirin məxrəcinə. Qalır kök altı 3 plus 1. Vururam sürətdəki kök altı 3-ə. Üstə gəl. İndi burada da kök altı 3. Yenə ikinci kəsirin məxrəcinə bölürəm. Kök altı 3 çıx 1. Sürətdə qalır. Kök altı 3-ü kök altı 3-ə vuranda 3. Kök altı 3-ü 1-ə vuranda kök altı 3. Kök altı 3-ü kök altı 3-ə vururam 3. Mötərizəni vurub açıram. Burada da kök altı 3. Məxrəci isə A çıx B, A plus B-dir. Gördüyünüz kimi qoşmalardır da. Bu A kvadrat çıx B kvadratı ilə kök altı 3-ün kvadratı çıx 1-in kvadratı kimi yaza bilərik. Kök altı 3-dən kök altı 3 gedir. 3-ün üstünə 3 gələndə 6. Məxrəcdə isə kök altı 3-ün kvadratı eləyir 9 çıx 1, 8. 8-də 6. Bunu da ixtisar etsək 4-də 3. Cavabları necə veriblər? Bir dəqiqə. Nəyi səhv elədik? Nəyəsə səhv yazdıq. Yəqin ki, birdən baxaq. Kök altı 3, kök altı 3 plus 1. Burada da kök altı 3, kök altı 3 minus 1. 3 üstə gəl kök altı 3. Burada da 3 çıx kök altı 3. Məxrəcdə də burada 9 eləmir, 3 eləyir. Kök altı 3-ün kvadratı 3-dür. 3-dən 1-i çıxanda 2, 6-nı da 2-yə böləndə cavab 3. Doğru cavab A variantı. Baxaq növbəti suala. Ədədlərinin kəsr hissələrinin cəmini tapın. Gəlin baxaq. Bu 5-dir. Kök altı 5 hansı iki ədəd arasında yerləşir? Kök altı 4-dən, kök altı 5 kök altı 4 ilə 9 arasındadır da tam köklər çıxan. Yəni 2 ilə 3 arasındadır. Yəni 2 tam onda neçəsədir bu? Kök altı 5 2 tam onda neçəsədir? Yəni bunun kəsr hissəsini tapanda biz bilirik ki, bu cür ədədlərin kəsr hissəsini tapmaq üçün ədədin özündən çıxmalıyıq onun tam hissəsini. Tam hissəsi 2 olduğuna görə çıxdım 2-ni. Kök altı 5-in kəsr hissəsi oldu kök altı 5 çıx 2. İndi o birisinin kəsr hissəsini tapaq. O birisi nədir? Mənfi kök altı 5-dir. Mənfi kök altı 5 də deməli yerləşəcək mənfi kök altı 9 ilə mənfi kök altı 4 arasında. Yəni mənfi 3 ilə mənfi 2 arasında. Bu da olur mənfi 2 tam onda neçəsə. Bunun da deməli tam hissəsi mənfi 2 tam onda tutaq ki 2-dir. Mənfi ədədlərin tam hissəsi həmişə bu qarşıda durandan bir vahid kiçik olur. Yəni mənfi 3-dür. Onda mənfi kök altı 5-dən çıxıram mənfi 3-ü və bunun kəsr hissəsini tapmaq üçün. Olur mənfi kök altı 5 üstə gəl 3. Bu da ikinci irrasional ədədimizin kəsr hissəsidir. Bizdən bunların cəmini istəyir. Toplayıram. İndi baxıraq. Kök altı 5-lər gedir. Mənfi 2-nin üstünə də 3 gələndə eləyir 1. Doğru cavabımız E variantı. 5-ci. 5 çıxılsın 2 kosinus x ifadəsinin ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. 5 çıxılsın 2 kosinus x. Kosinus x mənfi 1, 1 arasında qiymətlər alır. Deməli, mənfi 1 qoysaq 5 çıx 2 vurulsun mənfi 1. Eləyəcək 5 üstə gəl 2, 7-dir. Bu ən böyük qiyməti. İndi ən kiçik qiymətini tapmaq üçün 1 qoyuram yerinə. 5 çıxılsın 2, 3. Ən kiçik qiyməti 3, ən böyük qiyməti 7. Cəmi eləyir 10. Doğru cavab D variantı. 3 üstə gəl 7, 10. Burada bunlar ixtisar gedir. Bax, belə ixtisar eləyirəm. Vergüldən sonra rəqəmləri bərabərləşdirmək üçün bura 1 0 atıram. Burada da vergülləri atıram. Vergüldən sonra rəqəmləri bərabərləşdirmək üçün bura 1 0 atıram. Burada da vergül atıram. Bura 1 0 atıram ki, vergüldən sonraki rəqəmlər eyni olsun. İndi 70-i 7-yə böləndə 10. Birinci ifadənin cavabı 10. Çıxılsın. 8-i 80-a bölürəm. Eləyir 0,1. 9-u 90-a bölürəm. Bu da eləyir 0,1. 0,1-lər gedir. Cavab qalır 10. Doğru cavab B variantı. Növbəti sual. İlk n ədədinin cəmi düsturu ilə hesablanan ədədi silsilənin fərqini soruşur. Yəni bizdən D-ni soruşur. İlk n ədədinin cəmi SN-i veribdir. SN 2n kvadratı çıx n ilə hesablanır. Gəlin buradan S1-i tapaq. Birinci həddi tapaq. Yəni ilk bir həddin cəmində, yəni birinci həddi də belə baxaq. 2 vur 1 çıx 2. 1. Eləyəcək 1. İlk iki həddin cəmini tapaq. S2-ni tapaq. 2 vur 2-nin kvadratı çıx 2. Bu da eləyəcək 4. 4-ü 2-yə vuranda
8, 8-dən 2 çıxanda 6. Deməli, A2-ni ikinci həddi tapmaq üçün deməli, S2-ni bilirəm, S1-i bilirəm də elə. Deməli, ilk iki həddin cəmindən birinci həddin cəmini çıxanda ilk iki həddin cəmindən S2-dən S1-i çıxanda, bir həddin cəmi çıxanda A2 qalacaq da. Yəni 6 çıx 1, 5. A2-miz 5-dir. A1-imiz neçədir? 1-dir də. A1 ilk bir həddin cəmi 1-dirsə, A1-imiz 1-dir. Onda silsilənin fərqini D-ni istəyir. D-də A2 çıxılsın, A1 ilə hesablanır. 5 çıxılsın 1, 4 olacaq silsilənin fərqi. Baxaq növbəti suala. 45-də nə deyir? 45-də deyir ki, bərabərsizliyinin tam həllərinin cəmini tapın. Bərabərsizliyimiz belədir. Kiçik bərabərdir 0-a. İndi burada mənfidir, eləmi? Onda gəlin əvvəlcə köklərini tapaq. Mənfi 3 sıfırlarını tapıram. Burada isə məxrəci də bərabərləşdirəndə 0-a x bərabər olur 7-yə. Mənfi 3 7. Mənfi 3 7. 7-ni ala bilməz. Mənfi 3 ala bilər. Niyə 7-ni ala bilmir? Çünki məxrəc 0 ola bilməz. İndi baxaq. Mənfi olmalıdır da. 7-dən böyük 8 qoysaq bura. Eləyəcək müsbət. Mənfi 3 7 arasında bir qiymət qoyaq. Eləyəcək mənfi. Mənfi 3-dən kiçik bir qiymət qoyuram. Eləyəcək müsbət. Bizə mənfi aralıq lazımdır. Yəni bu aralıq. Bu aralığa mənfi 3 daxildir. Bərabərsizliyin tam həllərinin cəmini istəyir. 7 daxil deyil. Mənfi 3-dən 7-yə kimi ədədlərin cəmini tapıram. 2, 3, 4, 5 və 6. 7-ni götürmürəm. Çünki məxrəc 0 ola bilməz. Mənfi 3, mənfi 2, 1. Bunlar hamısı getdilər. 0 elədi. Qaldı 4, 5, 6. 4, 5, 6-nın da cavabı eləyir 15. Doğru cavabımız 15-dir. Baxaq 46-ya. Şəkildə verilmiş A və B mərkəzli çevrələr D nöqtəsində xaricdən bir-birinə toxunur. AB 7-dir. Bax, bu ümumi məsafəmiz 7-dir. Alınan fiqurun bir dəqiqə 7 olarsa, alınan fiqurun perimetri neçə santimetrdir? Pi-ni 3 olaraq qəbul edin deyir. D nöqtəsində bir-birinə xaricdən toxunur. AB 7-dir. Alınan fiqurun perimetri. Yəni, bunların cəmini tapacağıq da onda. Çevrənin uzunluğu 2pi r düsturu ilə hesablanır. Buranı R1, buranı R2 olaraq qəbul eləsək, 2pi R1 balaca çevrənin uzunluğudur. Bu birinci çevrənin. 2pi R2 də ikinci çevrənin uzunluğudur. Bunun cəmini tapıram da. 2pi R2. 2pi mörtəzə xaricinə çıxartsaq, R1 plus R2 qalır. R1 plus R2 gördüyünüz kimi 7-yə bərabərdir də cəmi. Yerinə 7 qoyuram. Pi-nin də yerinə nə qəbul edib? 3 qəbul edib. 3 qoyuram. Olur 6 vur 7, 42. Doğru cavabımız 42-dir. 47. N və N çoxədlərinin dərəcələri uyğun olaraq 2A plus 3 və 3A plus 1-ə bərabərdir. M1 vurulsun N kvadratı çoxədlisinin dərəcəsi 37 olarsa A-nı tapın. Dərəcələrini veribdir. Budur. Dərəcələrini veribdir. Bu 2A plus 3-dür. M-in dərəcəsi. Biz ümumiyyətlə bu çoxədlinin dərəcəsi hasilin dərəcəsini tapmaq üçün hasildirsə toplanır da yuxarılar. Ona görə bir dəqiqə çoxədlilərdir elə. Bunlar ayrı-ayrılıqda çoxədlilərdir. Bunların hasilini tapmalıyam. Hasilini tapanda çoxədlinin hasilini tapanda toplanır yuxarı. Üstünə gəlirəm. Bu N də N və N çoxədlərinin dərəcələri. N-in də dərəcəsi 3A plus 1-dir. Dərəcə 3A plus 1-də. Onun üstündə 2 varsa, 3A plus 1-i elə bir ki 2-yə vuram. Elə bir N çoxədlisidir. Dərəcəsi budur. Bunun dərəcəsi budur. Bunun kvadratı verdiyinə görə bunu neynirəm? 2-yə vururam da və olur 6A plus 2 və toplayıram. Bu bərabərdir 37-yə. Buradan A-nı tapıram. 8A plus 5 bərabərdir 37-yə. 8A bərabərdir
Bu vurulsun. M-in də dərəcəsi 2A plus 3-dür. Bunlar fərqlidirlər də elə. Hasil verib. 2 dənə çox ədlidir. M-lərin 2 dənə çox ədlidir. Bunlar da onun dərəcələridir. Bir-birinə də vurub açacağım. Buranda da N-i M-ə vuranda da deməli davam edək. 37-dən 5 çıxanda 32, A da bərabərdir. 32-ni 8-ə bölürəm 4. Deməli, A-nın qiyməti olur 4. Baxaq. 48-də deməli ABC üçbucağında M-in orta xəttir. MBN üçbucağının sahəsini 8 veribdir. AMNC-nin trapesiyanın sahəsini bizdən istəyir. Ümumiyyətlə üçbucağın orta xətti buranı S, buranı 3S olaraq bölür. Onda əgər bura 8-dirsə, aşağı isə 3 vur 8, 24 olacaq sahəsi. Baxaq növbəti suala. 49-da deməli deyir, daxili bucaqların cəmi 1620 olan düzgün çoxbucaqlının diaqonallarının sayını istəyir. Daxili bucaqlarının cəmi düzgün çoxbucaqlıda 180 dərəcə n-2 düsturu ilə hesablanır. Burada gəlin tapaq görək bu neçə bucaqlıdır. n-2 bərabərdir 1620-ni 180-ə bölürük. Deməli neçə düşür? 9 dəfə düşür. N də bərabərdir 9-un üstünə 2, 11. N-i tapdıq 11. İndi diaqonallarının sayı, deməli düzgün çoxbucaqlının diaqonallarının sayı n vurulsun, n çıxılsın 3 bölünsün 2 düsturu ilə hesablanır. N deməli 11-dir. 11-dən 3 çıxanda 8 böl 2. 2 ilə 8 ixtisar gedir 4, 4 11-ə vuranda 44 olur doğru cavab. Baxaq növbəti suala. Satıcı 25% gəlirlə satdığı soyuducuya 210 manat endirim etdikdə alış qiymətinə görə 10% ziyan edir. 25% gəlirlə satdığı soyuducuya 210 manat endirim etdikdə. Deməli, malı deyək ki, X manata alıbdır da, 25% gəlirlə satır. 25% gəlir demək, bunun 125%-ni tapmaq deməkdir. Yəni, bu qədər pula satır. Bunu da ixtisar eləsək, 5 ixtisar eləsək 20-də 25, bir də 5 ixtisar eləyək. 25 ixtisar eləyək də onda. 4-də 5x. 210 manat endirim etdikdə. Çıxıram 210 manat ki, bu qiymətə satsın. 210 manat endirim etdikdə alış qiymətinə görə 10% ziyan edir. Alış qiyməti x idi. 10% ziyan edəndə isə 100-dən 10 çıxıram 90. 90%-nə satmış olur və bu bərabər olur buna. 5x bölü 4 çıxılsın 210-a. Soyucunu neçə manata almışdır? Buradan x-i tapmalıyıq. Sıfırlar ixtisar getdi. 9x bölü 10 bərabərdir. Burada da 4-ü ortaq məxrəcə gətirəm. 5x çıxılsın. 4-ü 810-a vuranda 840-a. Tənasüblə vursaq 36x bərabərdir. Onu 5x-ə vuranda 50x çıxıq 8400. Bir tərəfə keçirdəndə 50-dən 36 çıxıram. 14x bərabərdir 8400-ə. X də bərabərdir 600-ə. Deməli, 600 manata almışdır satıcı. Doğru cavab 600. Növbəti səhifədə funksiyaları -2, 3 nöqtəsində kəsişirlər. Kəsişdilər -2, 3 nöqtəsində. Gx funksiyasının OX oxu ilə kəsişmə nöqtəsinin apsisini tapın. Bu funksiyalar bu nöqtədə kəsişirlərsə, deməli hər ikisini bu nöqtə ödəyir də. Onda gəlin birinci fx-ə qoyaq. X-in yerinə -2 qoyanda y 3 olur. 3 bərabərdir 2 çıx a vurulsun -2 plus b. İndi digər gx-ə qoyuram. Yenə y 3-dür. X-in yerinə -2 qoyanda y olub 3. Bu şəkildə elədik. Deməli, biraz sadələşdirək. Belə deyək də, sağ tərəflər bərabərdirsə, sol tərəflər də bərabər olmalıdır. Buranı gəlin bərabərləşdirək və buradan A-nı tapaq. -2-ni vururam, buranı açıram. Eləyir -4 plus 2A plus B bərabərdir. -2A plus B plus 2. B-lər getdi. A-ları bir tərəfə keçirdəndə 4A bərabərdir. -4-ü də sağa keçirdirəm. 2 üstə gəl 4, 6. A da bərabərdir 4-də 6-ya. O da olur, deməli. O da olur 2-də 3. Bu A-nın qiyməti. A-nı tapdıq.
Bizə deyir ki, gx funksiyasının OX oxu ilə kəsişmə nöqtəsinin apsisini. OX oxu ilə kəsişdiyi nöqtədə y 0 olur. Onda A-nın qiymətini bilirəm. 2-də 3 x. B-ni də tapmalıyam da, elə deyilmi? B-ni də tapmalıyam ki, gx funksiyasını yaza biləm. A-nın bu qiymətini gətirib burada yerinə qoyuram və B-ni tapıram. Eləyir -2 vurulsun 2-də 3 plus B plus 2 bərabərdir 3-ə. 2-lər ixtisar gedir. -3 plus B plus 2 bərabərdir 3-ə. B minus 1 bərabərdir 3-ə. B də bərabər 4-ə. B-ni də tapdıq. Aha. Yazaq indi gx funksiyasını. 2-də 3 x plus B-dir də. B-nin də qiyməti 3-dür. Plus 2 bərabərdir 0 olacaq. Niyə? O x oxuda kəsişdiyi nöqtədə x 0 olur. 2-də 3x plus 5 bərabərdir 0. 2-də 3x bərabərdir -5-ə. X də bərabərdir -5 vurul 2 böl 3. Yəni -10 bölünsün 3-ə. -3 tam 3-də 1 olur bizim doğru cavabımız. Baxaq başqa suala. 52-yə. Qayıq A və B körpüləri arasındakı məsafəni çayın axını ilə 2 saata, axınına qarşı 3 saata qət edir. Çayın axın sürətini 4 veribdir. Körpülər arasındakı məsafəni və qayığın durğun sudakı sürətini bizdən soruşur. Deməli, axın ilə 3 saata. Bax, axın ilə 2 saata, axına qarşı 3 saata qət edir. Çayın axma sürətini veribdir 4. Çayın axma sürəti 4-dür. Körpülər arasındakı məsafənin qayığın durğun sudakı. Qayığın öz sürətini istəyir. Bir də körpülər arasındakı məsafəni istəyir. Aha, indi baxaq. Çayın axın sürəti 4-dür. S bərabərdir. Axın ilə gedəndə qayığın sürətinin üzərinə çayın sürəti əlavə olunur. Axın ilə gedəndə zaman 2 olubdur. Çayın sürətini də bilirəm də 2-dir. Yerinə qoyaq elə çayın sürətini yerinə qoyaq. Bir də axına qarşı. Axına qarşı gedəndə qayığın sürətindən çayın sürəti çıxılır, vurulur axına qarşı olan zamana. Təbii ki, yollar eynidir. Körpülər arasındakı məsafə eynidir və sol tərəf eynidirsə sağ tərəfdə bərabərləşdiririk. Mötərizəni gəlin vurub açaq və buradan qayığın sürətini tapaq. V qayıq bərabərdir. 4-ün üstünə 6 gələndə 10. Qayığın sürəti oldu 10. İndi çayın sürətini tapmalıyam. Daha doğrusu çayın sürətini bilirəm. Körpülər arasındakı məsafəni tapmalıyam. Hər hansı birində gətirib yerinə qoyuram. 10 üstə gəlib 2 vurulsun 2. 12-ni də 2-yə vuranda 24. Deməli, körpülər arasındakı məsafə 24 kilometrdir. Qayığın sürəti də 10-dur. 53-də ABC düzbucaqlı üçbucağında BY təmböləndir. AC tərəfini 3 və 5 uzunluğunda parçalara ayırır. BY təmböləninin uzunluğunu bizdən istəyir. X-in 3-ə nisbəti bu hipotenuzun 5-ə nisbətinə bərabər olur bu təmbölənin xəstəsinə əsasən. İndi Fəqor teoreminə görə də 3 plus 5 8 eləyir də bura. Buraya olacaq kökətdə x kvadratı plus 8-in kvadratı. İndi burada nisbətləri gəlin yazaq. X-in 3-ə nisbəti kökətdə x kvadratı plus 64-ün 5-ə nisbətinə bərabərdir. Buradan 5x bərabərdir 3 vurulsun x kvadratı plus 64. Hər tərəfi kvadrata yüksəldirəm ki, kökdən azad olaq. 25x kvadratı bərabərdir 3x kvadratı plus 3-ü də, daha doğrusu bunu da kvadrata yüksəldirəm də 9x kvadratı. 9-u da 64-ə vuranda 36, 3 yadda, 9 vur 54, 57. X kvadratdan bir tərəfə keçərdik. 16x kvadratı bərabərdir 576-ya. X kvadratı bərabərdir 576-nı 16-ya bölürəm. 3 dəfə 48, çıxanda 9, 96-nın içində də 6 dəfə. X də bərabərdir 6-ya. X-i tapdıq. X 6-dır. Deməli tapdıq ki, bura 6-dır. Bura 6-dırsa hipotenuzumuz da 10-dur. Bura 6-dır, bura 10-dur. İndi təmbölənin uzunluğunu tapmalıyıq. Təmbölən, deməli, AB vur BC, çıxılsın AY vur YC ilə hesablanır da. AB 6 vur 10, çıxılsın 3 vur 5. 60-dan çıxırıq 15-i, 60-dan 15-i çıxırıq, qalır kökətdə 45. 45. Bu da 3 kökətdə 5-ə bərabərdir. Baxaq növbəti suala.
Qutuda 25 ədəd ağ və qırmızı şar var. Təsadüfə çıxarılmış bir şarın qırmızı olması ehtimalı ağ olması ehtimalından 5də 1 qədər çoxdur. Qutuda neçə ağ şar var? 25 dənə şar var cəmi. Təsadüfi çıxarılmış 25 ədəd ağ və qırmızı şar var. Təsadüfi çıxarılmış bir şarın qırmızı olması ehtimalı ağ olması ehtimalından 5. Deməli, bura ağların sayını x götürək. Qırmızıların sayı onda 25 çıx x olacaq. Çıxarılmış bir şarın qırmızı olması ehtimalı 25'də 25 çıx x olacaq. Ağ olması ehtimalı isə 25'də x olacaq. Qırmızı olması ehtimalı ağ olması ehtimalından 5də 1 qədər çoxdur. Qırmızı olması ehtimalı ağdan 5də 1 üstəgəl 5də 1 qədər çoxdur. İndi bu tənliyi həll edirik. 25'də 25 çıx x-dan çıxıram. 25'də x-i, bu da bərabərdir 5də 1-ə. Ortaq məxrəc 25. 25 çıx 2x bərabərdir 5də 1-ə. 5də ixtisar gedir. Bu da 5 qalır. 25 çıx 2x bərabərdir 5-ə. Mənfi 2x bərabərdir 25'dən 5'dən 25 çıxırıq. Mənfi 20. X də bərabərdir 10-a. X-i tapdıq 10-dur. Bizdən nə istəyir? Qutda neçə ağ şar var? Onu da x olaraq qəbul eləmişdik. Ona görə də 10 dənə ağ şar var. Baxaq 55'ə. İki oxşar fiqurların birinin sayısı digərinin sayısından 9 dəfə çoxdur. Birinin sayısı S1 olsun, o birisi olacaq 9S. Ya da elə S deyək. O birisi olacaq 9S. Oxşar fiqurlardır. Bu fiqurların perimetrləri cəmi 360'dır. Onda bunun perimetri P olsa, bu 360 çıx P olacaq. Sahəsi az olan fiqurun perimetrini tapın deyir. Deməli, iki oxşar fiqurun sahələri nisbəti perimetrləri nisbətinin kvadratına bərabər olur. Onda sahələrin nisbəti biri S-dir, biri 9S-dirsə, perimetrlərin biri P-dir, biri 360 çıx P-dir. Bunun kvadratıdır. İndi S-lər ixtisar gedir. Kvadratı ata bilmək üçün bu tərəfdən kök alıram. 3də 1 olur. 360 çıx P. Bu da olur 360 çıx P bərabərdir 3P-yə. Tənasüblə vurdum. 3P-nin üstünə P gəlirəm. 4P bərabərdir 360'a. P də bərabərdir 360'ı bölürəm 4-ə 90'a. Bizdən perimetri sahəsi az olan fiqurun perimetrisi, sahəsi az olan S idi, onun da perimetri P idi. Elə tapdıq ki, 90'dır. Belə, bütün sualların izahlarını paylaşdıq. Bu videomuzda bu qədər. Sağ olun.